Bu gözəlliyimizdə milli ornamentlər var sanki üzərində. Qol kənarlarında da var xanımlar koftanın. Amma məndə qolu tam kip olduğu üçün və sevmədiyim üçün kip olmağı mən düymələrini bağlamadım. 2 düyməsi var. Yox, 1 düyməsi var. İstəsəniz bunu kəsib buranın öz rezinində saxlaya bilərsiniz ki, özünüz üçün necə istəyirsiniz ayarlayırsınız. İçərisi torludur ki, belə qalsın, qolu balon kimi qalsın. Yəni də zövqünüzə görə ayarlaya bilərsiniz. Əgər koftanı tək giyməyi planlayırsınızsa, bunu söküb çıxarda bilərsiniz. Ətək ayrılıqda bir gözəldir. Tülpan ətək hər zamanki kimi kokteyllərin seçimi və hər zaman dəbdə olan və üzərindəki koftası da ayrılır. Bu dəstir xanımlar. Və kəməri. Kəməri istəsəniz hansısa bir pencəyi və yaxud da yubqanı bir kropla geyinib, bir ideya deyim sizə, çox gözəl görsünüz. Qara bir kofta ilə və yaxud da ki kropla, mayka ilə, pencək altına bunu boğazınıza bağlaya bilərsiniz belə. İstəsəniz də mənim kimi kəmər kimi istifadə edə bilərsiniz xanımlar. Necə istəsəniz zövqünüzə görə 42-48 bədən aralığında streçliyi yoxdur, ona görə 48 deyirəm. Aralığında bu rəngi bizim Həzəslana filialımızda da xanımlar yeni kolleksiyadandır, tələsin görməyə.